Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərimiz. Bugün sizə Qala Ramanı qəsəbəsində şəxsi tikili, bağlı bağçalı, yaşayışlı həyət evimizi təqdim edəcəm. Evimiz Ramanıda idman kompleksi və poliklinikanın yaxınlığında yerləşir. Ümumilikdə 8 sot torpaq sahəsindədir. Magistral yolun tam kənarıdır. 8 sotun içində 4 otaqdır. Evin 3 otağı ayrıcadır. Bir otağı isə evin həyətində yerləşir. Hər bir tərəfi yaşayış olan yerdir. Qazı, suyu, işığı daimi fasiləsiz. 162 sayılı marşrut evin tam qarşısından keçir. Bu həyətdə yerləşən qaraj hissəsi və əlavə bir otağı bunları açıb göstərmə. Və həyətdə gördüyünüz o qapı da evə aiddir. Qapının o tərəfində də yenə torpaq sahəsi var ki, o da bu bağa aiddir. Evin iki giriş qapısı var. Bir irəlidə gördüyünüz böyük darvazadır və bir də ön tərəfində kiçik bir qapı var. İndi isə daxil olaq evin içinə. Onu da qeyd edim ki, ev çöldən baxanda yerdən görsənir, amma yerdən deyil. Kürsüsü evin içindən verilib. Üç otaqlı evimizin ümumi sahəsi 200 kvadratdır. Həyətdəki bir otağın və qarajın ümumi sahəsi isə 80 kvadrat metrdir. Qazı, suyu, işığı, bütün sayğaçları var. Kanalizasiya sistemi mərkəzidir. Evimiz dairəvi qoşadaşla tikilib. İstilik sistemi kombidir. Bu evimizin qonaq otağı. Üzürlü san yenə qiyməti tez demək unuttum biraz. Evin qiyməti 99.500 manatla satışa çıxıb. Real alıcılarımıza qiymətli indirim ev sahibi tərəfindən olunacaq. Məlumatlarını bir daha təkrar edirəm. Qala Ramanıda yolun kənarında 8 sotda 4 otaq, bir otağı ayrıca həyətdə. Həyətində bar verən meyvə ağaçları, qazı, su, işığı, kommunallar var. Mərkəzi kanalizasiya sistemi var. Evimizin qiyməti 99.500 manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız da olsa qiymətində indirim olunacaq ev sahibi tərəfindən. Bu da evin sondakı mətbəxi. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. Sənədi də bələdiyyə sənədidir. Əlavə də nə sualınız olsa buyurun zəng edin, məlumat alın.